Kızlar, bol martda qəşəng endirimlər var idi. Dedim almışkən sizinlə də paylaşım. Bu çek 25 manatlıq aldım. 2 dənə çörək aldım. Uşaqlara çörəkdə pizza kimi eləyəcəm. İndi onu çəkib paylaşacağım. Daha sonra bax bu səhər sosisləri deyəsən 10 manatdan 7 manata düşüb. 7 manatdan da 5 manat 97 qəpiyə. Bax bundan aldım, 2 dənəsini aldım. Kədəd aldım. Bundan biri 3 manat 15 qəpik. Luna düş. Biri də 3 manat 22 qəpik. Mən öz sevdiyim vazgeçilməz kofelerim hər səhər içirəm. Bax bu mayonez. Mən yalnız bu mayonezdən bir də provansaldan istifadə edirəm. Bu mayonez də düşmüşdü, səhv eləmirəmsə 4 manata. Bax meçdə xəcək ki 4 manata. Bilmirəm, deyəsən 6 manataydı bu, yoxsa neçəyə idi? Sonra bu ketçup 1 manat 97 qəpiyə düşüb. 2 manat neçə qəpik olmalıdır. Mən tez-tez alıram. Daha sonra pendir. Bunu da pizza üçün aldım. 19.90'a 23 manatdan düşüb 19 manat 90 qəpiyə. Sonra bu xiyar turşusu. Bunu da 1 manat 97 qəpiyə aldım. Səhv eləmirəmsə, bizim yox. Neçə 1.77'ye aldım. 2 manat neçə qəpikdən düşüb 1.77'ye. Bir də kartof aldım. O heç. Daha sonra soğan endirmə düşmüşdü. Səhv eləmirəmsə 29 qəpiyə. Kələm düşmüşdü. Yəni endirimdə çox şeylər var idi. Mən bunları aldım. İndi uşaqlara çörəklə pizza eləyəcəm. Sizinlə də çəkib paylaşacağım. Amma yolunuz üstə varsa, əgər mütləq bol marta gedin. Həqiqətən də əməli başda endirimlər var.